tədbiri açıq elan edirik. Vətən yolunda canından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad edirik. 2023 ilin sentyabrında 23 saat 43 dakika devam eden lokal karakterli uğurlu antiterör əməliyyatları bir daha ordumuzun gücünü ve onun başında duran Ali Başkomandanın qətiyyətini bütün dünyaya nümayiş ettirdi. Bugün antiterör əməliyyatları zamanı şəhidlik zirvesine ucalan Mayor Vüqar Heydərovun anadan olduğu gündür. Yaşasaydı 37 yaşı tamam olacak. Bugün müqəddəs bir məqsəd üçün burada toplaşmışıq. Azərbaycanın qəhrəman övladı şəhid Mayor Vüqar Heydarovun doğum gününü və onun xatirəsini almaq üçün burada toplaşmışıq. Göz açdın dünyaya bir yaz səhəri, bəxş etdin ailənə cənnət nəşəsi, sən oldun əbədi həyat nəfəsi, sənindir cənnətin böyük gülşəsi. Güneş kimi doğan bu körpə hamının sevimlisine çevrildi. 1994 ildə Boladi kənd bir sayı ümumi təhsil tam orta məktəbində təhsil həyatına qədəm qoyanlar öz müəllim atasından görüb götürdüyü intizamla seçilən şagirdlərdən oldu. Həbibə, Nazim Nəsrə, Nursi adını qoydu. Aləsə, onlar bir gün xidməti yerinə keçdi. Dağdaşın xidmətini başa vurun, 214 sayılı hərbi hissədə taun komandiri kimi xidmətinə davam etdi. Vüqar Heydərov şəhadət zirvəsinə ucaldı. O yüreği, o nəvəsli diyarım, Oydalana can qurban Azərbaycan. Əzilsən də əyilməyə vüqarımsan. Çox hörmətli tədbir iştirakçıları, mən ilk öncə Lənkəran Şəhid Rəsmiyyəti başçısını Talib Qaraşovun adından bütün burada iştirak edən şəhid ailələrini, şəhid valideynlərini və eyni zamanda bütün tədbir iştirakçılarını salamlayır və şəhid ailələrinə, bütün Boladi ictimaiyyətinə onun salamlarını çatdırır. Şəhid unudulmaz, şəhidlər ölməz, bir kere yükselen o bayraq enməz. Şəhidlik məqamdır, hər insan getməz, o hacı dərgaha getdi şəhidlər. Bir belə torpağı qanı ilə alan, 30 il həsrətə sonda son qoyan, ən uca məqama yerə ucalan, torpağı alaraq qalxdı şəhid. Hamınızı salamlayıram. İlk növbədə Lənkəran rayon icra hakimiyyəti təmsil edən Emin müəllimə dərin minnətdarlığımı və dərin məzmunlu, ürəkdən gələn çıxışına görə təşəkkürümü bildirirəm. Bilirəm ki, getdiyin yol uzaqdır. Hər bayramın bir tərədir, tuzaqdır. Səndən sonra ebeşik də sazardır. Yolun düşsə bu dünyaya bir də gəl, yolun düşsə bu dünyaya bir də sizə, bir daha sizə minnətdarlığımı bildirəm. Sağ olun, salamat olun. Bəli, torpağı vətən edər, sevdirən, onun uğrunda canını sipər edib, ölümün gözünə dik baxan qəhrəmanlardır. O qəhrəmanlar ki, şəhadəti ilə tarix yazır, özü isə dönüb olur vətən. Bu vətən oğullarından biri də Vüqar Heydərovdur. Heydərov Vüqar Rəfail oğlu 29 aprel 1988-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. Vətən oğlu 2002
2005-ci illərdə Cəmşid Naxçıvan qadın hərbi liseyində, 2009-cu illərdə isə Heydər Əliyev adına ali hərbi. Onda ən güclü xarakter problem həll etmə və qərar qəbul etmə idi. Və bilirsiniz ki, hərbiçi peşəsi şərəfli olduğu qədər də çox çətin peşədir. Vüqarın öz təbiri ilə desəm, o həmişə deyildi ki, hərbi elə bir sənətdir ki, elə bir işdir ki, hər anın hökmü var. Hər an hər şey dəyişə bilər və hər vəziyyətdə də, hər cür şəraitdə də problemi həll edərək ani qərar qəbul etməyə bacarırdı. Və mən düşünürüm ki, bu bacarığın onda formalaşmasında dövlətimizin ona verdiyi təhsilin böyük rolu var idi. Vüqar leytenantlıq dövründə, o ali hərbi məktəbdə oxuduğu dövrdə də kursant kimi də çox savadlı idi. O həmişə deyirdi ki, bir ordunun güclü olması üçün nizamlı olması şərtdir. Tarixə də baxsaq görərik ki, qalib ordular həmişə nizamlı ordular olur. Və 44 günlük müharibədə də bu özünü göstərdi ki, bizim ordumuz məhz nizamlılığı sayəsində, intizamı sayəsində o gücü əldə etdi və qalib ordu oldu. Biz də bu məclisdə iştirak etməyimiz həm bizim üçün vəsə borcumuzdur, həm də bizim üçün fəxr və fəxarət hissi. Biz Vüqar qardaşımızla birlikdə Naxçıvanda xidmət etmişik, amma sonra 2020-ci il Vətən müharibəsində iştirak etməsə də dəfələrlə mobil telefonla zəng edərək mən də gələcəyəm, mən də iştirak edəcəyəm, mən də bu fəaliyyətlərdə iştirak edəm, biraz üzr hesab edeyim. Doğru danışanda, çünki Vüqar qardaşımız həqiqətən cismən bizlə olmasa da, ruhən bizim yanımızdadır hər zaman. Hər zaman da o şəxs bizim qəlbimizdədir. O öz xidməti peşəkarlığı ilə bizdən, məndən... Salam, bizə söz verdiyiniz üçün sizə təşəkkür edirik. Biz Qarabağ uğrunda, vətənimizin bütövlüyü uğrunda canı və qanını fəda edən qəhrəmanlardır. Şəhidlər ölməz, vətən bölünməz. Şəhidlər bu torpağı bizə bütöv əmanət etdilər. Onlar bizim gələcəyimiz üçün öz canlarını fəda etdilər. Nə qədər ki, Azərbaycan xalqı var, şəhidlər də var. Biz onları hər zaman qəlbimizdə yaşayaraq yaşadacaq. Tarix onları unutmaz, unutturmaz. Sinəsini düşməni süpər edənlər qorxmadan ömrünü itirəcəkdir. Vətən öz olduğu yolunda şəhid gələnin yerinə min oğul getirəcəkdir. Çox sağ olun. Şəhid xanımı olmaq özü böyük məsuliyyətli bir statusdur. Və bugünkü tədbirimizdə belə məsuliyyətli statusu daşıyan, həqiqətən də bunu Lənkəran ictimaiyyəti bilir, Gülay xanım. Yəni çox gözəl bu xidməti aparır, bunu izahda edə biləm ehtiyac yoxdur. Ona görə bizim bugünkü tədbirimizdə o da iştirak edir və buyurun Gülay xanıma söz verək. Salam, bütün tədbir iştirakçılarına salamlayıram. Boladı kənd bir sayılı tam orta məktəb. Bu məktəbin hər divarı, hər zərrəsində keçmiş xatirələr var. Bu məktəbə hər dəfə gələndə gözümüzdə keçmiş canlanır. İndi bugünün səbəbkarı Vüqar və Ülkər. Keçmişə baxanda və keçmişdən bugünə qədər bizim Talih, Gülay və Vüqar, Ülkər bu məktəbdə yollarımız 3 dəfə kəsişib. Talih, Vüqar, biz Ülkər bu məktəbin məzunları olmuşuq, keçmiş xatirələr və 2018-ci ildə Vüqarın oğlu Yusif, Talihin oğlu Murad bu məktəbdə oxudu və zaman 2023-cü ildə şəhid ailəsi olaraq bu məktəbdə yenidən gəlmişdir.